10 mərtəbəli dəmir beton rabitəli karkas binanın hesabi modelini yığaq. Model Type bölməsindən 6 sərbəstlik dərəcəsi təyin edirik. Fəza sxemi olduğuna görə. Fayl ad veririk. Üç D Frame bölməsinə keçirik. Götürək X istiqamətində 6 metrdən 2 dənə, 2 ədəd, hər biri bölünsün 6 ilə. 6, 60, 2 ədəd, bölünsün 6 ilə. 6 metrdən 2 ədəd bölünsün 6 ilə. Y istiqamətində 6 metrdən 1 dənə, 3 metrdən 1 dənə bölünsün 3 yerə. 6 metrdən 1 dənə bölünsün 6 ilə. Zirzəminin hündürlüyünü qəbul edək 330 bölünsün 1 yerə. Eyni tipli mərtəbələrdə götürək 3 metr, 9 mərtəbə bölünsün 1 yerə. Specify with Pointer bölməsində yazıram -330 Z koordinatında zirzəminin hündürlüyü qədər Z koordinatını aşağı salıram. Create floor slabs and divide örtük tavası yaradılsın və tirlər bölünsün. Generate foundation slab bünövrə tavası yaradılsın. Apply restraints bağlantılar verək. X, Y, U, Z. Bu istiqamətlərdə hərəkət məhdudlaşdırılır. OK vururuq. Sxem yaradılıb. İlkin olaraq. Bu sxemin üzərində biz hələlik işlər görəcəyik. Başlayaq himoxlarını verməyə. Giririk Construction Lines and Levels. Oxa ad veririk 1 və istənilən 2 nöqtədə vururuq. Hər dəfə belə bir məlumat çıxanda sadəcə Enter düyməsini klaviaturada sıxmaq lazımdır və yaxud OK vurmaq lazımdır. Bu sizə məlumat verir ki, şaquli istiqamətdə bu hissədə çoxlu sayda düyünlər var və həmin düyünlərin nömrələrini göstərir. Çünki üst-üstə çoxlu sayda düyünlər var. Bizim üçün fərqi yoxdur. Ona görə Enter vururuq. Düz xətt üzrə istənilən nöqtədə vura bilərik. A hərfi yazıram klaviaturada.
im oxlarını yazdıqdan sonra biz artıq X, Z müstəvisində baxa bilərik sxemə. Biz bu hissədə X, Z müstəvisinə keçərək Construction Lines pəncərəsi dəyişdi, oldu Construction Levels, yəni səviyyələr. Mərtəbələr üzrə sol düyməni sıxırıq və Enter vururuq yenidən. Hər dəfə çıxan sorğuya cavab olaraq. Yəni buna cavab olaraq Enter. Və burada fikir verdiksə, nömrənin üzərindəki səviyyə oldu -330. Necə ki, biz əvvəldən Z oxu üzrə 330 aşağı düşmüşdük. Faylı yaddaşa verək. İstənilən bir yerdə yaddaşa verirsiniz faylı. İndi isə en kəsiklər yaradaq. Biz özümüzdən təcrübəmizə arxalanaraq en kəsiklərini verməliyik elementlərin, hansıları ki, sonra hesabatın nəticəsində korrektirovka edərək ya artıracağıq və yaxud azaldacağıq. Material Properties'ə daxil oluruq. Add. Birinci bölmədə dəmir beton elementlər verilir və seçirik Rectangle Bars. Elastiklik modulu. Qəbul edək beton B25 sinifli və bunun elastiklik modulunu daxil edirəm. 3,06 E üstəgəl 0,06, yəni 3.060.000 ton bölü metr kvadrat. Verək 40'ın 70'ə 2,75 betonun həcm çəkisi vurulmuş 1,1 etibarlıq əmsalı, yəni 2,5 vuraq 1,1 edir 2,75. Yazırıq sütun. Buradan istənilən bir rəng verə bilərik. OK. Seçirik. Copy. Sol düyməni seçib vurduq üstə. Edit. 70'i 60 edirik. Apply. Yeni seçdik. Copy. Seçdik. Edit. 50. Edit. 40'ın 40'a. Copy. Edit. 40'ın 50'ye. Region. Keçirik 3-cü bölməyə. Örtük tavalarını verməklə ötəri və bunu seçirik Place. Elastiklik modulu özü avtomatik yazılır. Beton sıxlığı da avtomatik yazılır. Poisson əmsalı beton üçün 0,2. Örtük tavasının qalınlığını qəbul edək 16 sm ilkin olaraq. Yazaq örtük. Copy. Seçdim. Edit. Yazılan bünövrə tavası. Hələlik 80 sm qəbul edək tavanın qalınlığını. Copy.
edit yazaq. Zirzəmi divarı qalınlığına 20 sm. Edit. Diyafragma 30 sm. Copy. Örtük tabasını kopyaladım. Edit. Yazıram pilləkən. Qalsın 16 sm hələlik. Copy. Edit. Lift. Şaxtası 20 sm. Yaddaşa verdik faylı. Bünövrə tabasını seçirəm. Fragmentation etməklə yalnız bünövrə tavası ekranda görünəcək. X, Y müstəvisində baxıram. Bu bizim bünövrə tavamızdır. Add elementlə kontur boyu xətt çəkirəm. Select horizontal barsına mouse'un sol düyməsi ilə çərçivə alıram bu yaradılmış elementi. Move Generatrix əmri ilə açılan pəncərədə bünövrənin çıxıntısını yaratmağa çalışacağıq. Elementlərin sayını 1 qəbul edirəm. Y istiqamətində 1 metr tavanı çölə çıxardacağım. Burada plates qalır. Aşağıdakı mili seçirəm. -1 yazıram. Add elementi aktivləşdirirəm və bu hissələrdə də xətt əlavə edirəm. Move Generatrix'i aktivləşdirirəm. Select horizontal barsına seçdim. Move Generatrix əmrini işə saldım. 1 -1 Select horizontal barsla seçirəm və 1 yazıram. Bütöv tavanı seçirəm. Ancaq üfüq elementləri seçməsək də olar. Buna bünövrə tavasını təyin verirəm qalınlıqda.